Salam, hər vaxtınız xeyir olsun. 2026-cı il martın 1-i OTK buraxılış imtahanına uyğun olan sınağın izahı. 56-cı suala baxırıq. Cavablarda W-dən olan sual sözləri gəldikdə və nöqtələr başda gəldikdə 5-6 qayda var ki, onlardan istifadə edirik. Bu qaydalar hansılardır? Məsələn, nöqtədən sonra isim gələndə what we choose, nöqtədən sonra of gələndə which, axırda sözünü gələrsə əvvəldə who what, bu kimi qaydalar. Məsələn, when what time-dan sonra have has, indiki bitmiş gəlməz falan. Bu qaydalardan istifadə edirik, amma burada görürük ki, heç bir bu dediyimiz qaydalardan heç biri şərtdə yoxdur. Ona görə tərcümə eləməliyik. Onlar tərk etdilər şəhəri. Kim da deyib də onlar. Ona görə 2 olmaz. What, niyə, nə daha doğrusu. Onlar tərk etdilər şəhəri. Nə? Bu da düzgün gəlmir. Onlar tərk etdilər şəhəri. What time when? Nə vaxt deməkdir hər ikisi? What time when? Nə zaman tərk etdilər? Bir də 5 boşluq. Boşluq verəndə ümumi sual cümləsi olur. Onlar tərk etdilər şəhəri. Da niyə, necə, nə vaxt bunları demirik. Yəni boşluq olduqda təkcə köməkçi mübtəda xəbər arızalığı gəldikdə ümumi sual cümləsi olur. Bu da tərcümə ilə uyğun ola bilər. Cavab Y. 57-də make up sentence cümlə qurmaq. Ümumiyyətlə cümlə qurarkən birinci mübtəda, xəbər, tamamlıq bu ardıcıllıqdan istifadə edilir. Yəni cümlə birinci mübtəda ilə başlamalıdır. Məsələn, baxırıq ki, burada mübtəda nə ola bilər? Zeri, zeralı, vardır cümlələr var. Varlıq bildirən cümlələrdə adətən zervozla başlayır cümlə. Məsələn, 3-lə niyə başlaya bilmərik? But we. But əsasən əvvəldə yox, cümlənin ortasında gəlir. Yəni ikinci cümləyə keçiddə gəlir. Birinci cümlənin sonunda gəlir. Məsələn, zeri, zera ilə varlıq bildirən cümlələr təbii ki, zervozla başlamalıdır. 5 ilə başlaya bilərik. Var idi, təbii ki, voz tək olduğuna görə tək isim verəcəm. Yəni zeri, zeradan sonra dərhal isim gəlməlidir. A lot of traffic. Yəni zeri, zeralı cümlədə artıq mübtəda xəbər tamamlıq ardıcılığı yoxdur. Yəni burada artıq zeri, zera sonra isim ardıcılığı olmalıdır. 5-2 yəni. Vardı çoxlu trafik. Burada verə bilərik başqa nə? 5-2 ilə başlayan, onsuz da bir dənə B variantıdır. Ardıcıllığı belə olduqda cavabdan gətirək. 5-2-3 vardır çoxlu trafik, but we, ikinci cümləyə keçirik. But we, amma biz, we manage, təbii ki, we mübtədadır, ondan sonra xəbər olmalıdır. Manage to ilə işlənməlidir, deməli 1-6 olacaq. To get to, çata bildiyi aeroporta, in time, məkanlar da hər zaman axırda gəlməlidir. Bəli, ardıcıllıq düzdür B variantı. 58-ci sualda sözünlər olduqda adətən bərkidilmiş ifadələr olur və tərcümə olur. Məsələn, ikinci nöqtədən əvvəl take care gəlib. Take care of qayğısına qalmaq bərkidilmiş ifadədir. Elə buna görə bir dənə onsuz da B variantı qalır. Birinci tərəfdə də worry, arranging bizim tətilimizi təşkil eləmə haqqında narahat olma, haqqında about B variantı olacaq. Ümumiyyətlə bu mövzuda imtahanda hər zaman nöqtədən əvvələ baxın, görün bərkidilmiş ifadə varmı? Çünki buraxılışı əsasən bu formada düşür. Məsələn, sonuncu imtahanda nöqtədən əvvəl afraid var idi. Afraid of, proud of, good at, bad at, məsələn burada take care of, bu kimi bərkidilmiş birləşmələri diqqətə saxlayın. 59-da tərcümədir. Cavablarda belə tərcümə bağlayıcılar olduqda mütləq tərcümə olmalıdır. I didn't get the job. Mən iş əldə eləmədim, yəni iş tapa bilmədim sanki. I have all necessary qualifications. Mən sahibəm, bütün vacib keyfiyyətlərə sahibəm. Yəni mən iş üçün sanki bütün keyfiyyətlərim var, xüsusiyyətlərim var, amma iş əldə edə bilmədim. Bax görürsüz, amma deyirik dilimizdə, yəni ziddiyyət var. Ziddiyyət olduqda ya amma ya da also baxmayaraq bağlayıcı olur. Mən iş əldə edə bilmədim, baxmayaraq ki, mənim bütün xüsusiyyətlərim var. C variantı. 60-cı sualda, ümumiyyətlə imtahanda artikel mövzusunu işləyərkən, baxın görün, nöqtədən sonra gələn isim sayılan təkdirmi? Burada hər iki nöqtədən sonra gələn isim station bus, ikisi də sayılan təkdir. Əvvəla bilmək lazımdır ki, sayılan tək ismi boş saxlamaq olmaz. Sayılan tək ismin artiklı mütləq olmalıdır. Ya E, ya da məlumdursa Z. Məsələn, B, Y, D variantını atırıq. Təbii ki, nöqtədən əvvəl artiklı istənməyən əvəzi ilə, məsələn, no, some, so, to veri olmasın. Təbii ki, bu da nadir hallarda olur. Ümumən, amma qayda budur ki, sayılan tək ismin artiklı olmalıdır. B, Y, D-ni atıram ki, boş qalıb. İki tərəfin ikisinə də artiklı olmalıdır. Qalır A-nıncı. Ümumiyyətlə, station samitlə başladığına görə N station yox, S station olar. Burada qrammatik səhv var, Z gedir, qalır A variantı. Niyə Z məlumda verib? Yəni, Z artiklı bilirsiniz ki, məlumluq bildirir. Məsələn, ikinci cümlədə we need bizim ehtiyacımız olan avtobusdan söhbət gedir. Məlumdur, danışan adam bilir hansı avtobusdan danışır, ona görə Z olacaq. Və birincidə də biz sata bilmədik vağzalı, deməli vağzalı məlumdur. 61-də cavablarda so naizə görəndə bilirik ki, so dua mövzusunun qaydasıdır. Burada əsasən 2 dənə qayda var. Təsdiq cümləyə so to also ilə cavab verməliyik. Buna görə naizələr atırıq. İkinci qayda da budur ki, xəbərə baxmalıyıq. Xəbərdə have-dən sonra dream feil gəlib. Həvəsətdən sonra feil always araya girə bilər, problem deyil. Həvəsətdən sonra feil gəlibsə, həvəsətin özü ilə cavab verməliyik. Amma C-də didlə cavab verib qalır A-la D variantı. D variantında problem budur ki, yeni mübtəda cousins cəmdir, amma xəbər nədir? Has tək olmaz. Cavab A variantı. 62-də İnkar var əvvəldə. İnkardan sonra sam gəlmir. Bilirik ki, inkardan sonra gələn sam eniyə çevrilməlidir. Every müstəqil işlənə bilməz. Everydən sonra mütləq sayılan tək isim gəlməlidir. Burada about sözünü gəlib. Qalır B və C. N-in mənası bir qədərdir. N-in bir qədər nəsə. N deyə bilmədi mənə.
bir qədər yox, bir qədər nəsə deyə bilmədi. İngilis the English about English weights and measures çəki və ölçüləri haqqında heç nə deyə bilmədi. Bir qədər yox, bir qədər nəsə deyə bilmədi. Tərcümə ilə anything olacaq. Bəzən uşaqlar deyir ki, any-dən sonra mütləq isim gəlməlidir, ona görə B-ni atırıq. Xeyr, any-dən sonra isim gəlməsə də olar. Bəzən isim əvvəldə təyin olur deyə onu təkrarən deyəndə sync yox, any veririk təkcə isim gəlməsə belə, amma bu tərcümə ilə daha uyğundur izaha. 63 isə 63-cü sualda deməli, nöqtədən əvvəl planet var, cansız isimdir. Məkan da ola bilər. Məsələn, deyərsiniz ki, Y variantı V-ni niyə vermirik? V-dən sonra mübtəda xəbər gəlməlidir. Ümumiyyətlə məkanla zamanı bildirən V-yə V-dən sonra supports xəbər yox, mübtəda xəbər. Məsələn, it supports olsaydı Y variantı doğru olardı. Məsələn, V-dən V-dən sonra mübtəda xəbər gəlməlidir. Y variantını atırıq. Votdan əvvəl ümumiyyətlə isim qadağandır. Votdan əvvəl istər canlı, istər cansız isim olmaz. Cansızdan sonra vizitet gələr, vot yox. Qalır A, C, B. A variantını atırıq ki, bax belə bir qayda var. Which-lə Z-dən sonra gələn xəbər, yəni bax bu, which-lə Z-dən əvvəlki isim, yəni buna görə verilməlidir. Planet təkdirsə A variantında support yox, supports olmalı idi. Yəni supportun sonunda S olmalıdır, tək xəbər deyiriksə. Ona görə deməli A variantı da gedir, qalır B və C variantı. Burada belə bir məsələ var. Bunu iki cür izah edə bilərəm. Birinci belə deyim də, məsələn, bu görünür ki, yer kürəsi yeganə planetdir. Ki dəstəkləyir həyatı. Ki yəni zəti mütləq verməliyik. Amma supports life burada xəbər olar. Bu cümlənin zaten xəbəri var is. Biz cümləyə ikinci xəbər verə bilmərik, amma biz planetə açıqlama cümləsində relative prononsa uyğun xəbər verəcəksə mütləq which zət nisbə vəzi olmalıdır. Belə də deyə bilərəm. Yəni cansızı təyin etməliyik ki, which zətlə sonra xəbər verək. Biz həmin mövzuda o zaman demişik ki, bağlayıcını o zaman ata bilərik ki, mübtəda xəbər gələ. Məsələn, B variantında it supports life desəydi, B variantı doğru cavab olardı. Bağlayıcını o zaman ata bilərdik ki, birbaşa mübtəda xəbər gəlsin. Amma birbaşa xəbər gəlibsə, which zət bağlayıcını ata bilməli, mütləq verilməlidir. Qalacaq C variantı. 64-də. 64-də biraz tərcümə var. Normalda before bizdən keçmiş bitmiş istəyir. Ona görə 2 ilə 3 götürərsiniz. Amma baxırıq ki, 2-də had seen təsdiqdir, 3-sə had never seen inkardır. Yəni bu biri təsdiq, biri inkar ola bilməz axı. Özü hər ikisinin əvvəli inkardır. Deməli biraz tərcümə qatıblar. OTQ-da belə biraz daha düşündürücü suallar olur təbii ki. Bu sınaqda da həmçinin biraz belədir. Məsələn burada deyir ki, mən onun bacısı oğlunu, məsələn qardaşı oğlunu və ya tanıyıram və ya tanımıram. Mən onu əvvəl mən məsələn gəl birə baxaq. Mən onun tanımıram bacısı oğlunu. Mən onu əvvəl görməmişəm. Bir düz. Və ya 2-yə baxaq. Mən onun bacısı oğlunu tanımıram, mən onu görmüşəm. Görmüşəmsə nətər tanımıram? 2 getdi. 3-də deyir tanımıram, görməmişəm. Yenə inkar ayala. 4-də də deyir ki, mən onun bacısı oğlunu tanıyıram, amma görməmişəm onu. Bu da mənə baxma səhvdir. Cavab qalır 1, 3. Yəni before adətən keçmiş bitmiş istəyir, amma belə deyək. Bəzən tərcümə ümumiyyətlə biz zaman zərflərində deyirik ki, forma dəqiqdir. Məsələn, before bizdən bitmiş istəyir, vəssalam. Amma zaman nadir hallarda dəyişə də bilər. 61-də can be changed. Şərtdə can be olanda tamamlığı olan cümləni verməlisiniz. Şərtdə cannot be və ya can't be olsa tamamlığı olmayan cümlələri seçməlisiniz. Bu qədər sadə. İndi tamamlıq necə tapılır onu izah eləyək. Tamamlıq xəbərdən, məsələn, have organized. Xəbərdən dərhal sonra gələn ismə deyirlər. Article-la da ola bilər, problem deyil. İsim və ya ismi birləşmə gəlibsə burada tamamlıq var. Məsələn, 3-cü bənddə have organized təşkil etdilər konfransı. Nəyi sualına cavab verir? İstər tərcümə ilə yoxlaya bilərsiniz, istər də xəbərdən birbaşa sonra isim birləşməsi gəlibsə, deməli bu tamamlıq var. Bizdən də tamamlıq olanları istəyir 3-ü götürürük. Məsələn, 1-də isə tutaq ki, sleeps xəbərdir, yatmaq. Xəbərdən dərhal sonra araya sözünü for, in, on, at, with, digər sözünlər giribsə, bilin ki, burada tamamlıq ola bilməz. Xəbərdən dərhal sonra sözünü gəlibsə, burada tamamlıq ola bilməz. 1 atdıq. 2-də də review xəbərdir, baxış keçirməkdir. Reviewdən sonra birbaşa isim birləşmə gəlib. Deməli bu da tamamlıqdır. 2-3 olacaq. Yəni burada Z sözünü deyil, article-dır. Bəzən deyirlər ki, Z gəlib axı. Biz for, in, on, at sözünü gələndə atırıq. Amma Z isim birləşmənin bir hissəsidir. Bu article. Article gələndə atmırıq. Burada tamamlıq var deməkdir. Məsələn 4-də də arrive xəbərdən sonra late gec gəlib. Gec necə? Sifətdir bu. İsim deyir ki, biz tamamlıq olması üçün isim lazımdır bizə. Cavab qalacaq 200. 66-da bu yeni qaydanı əhatə edir əslində. Biz deyirik ki, ingiliscə bəzi feillər var, o feillərdən dərhal sonra gələn feil ing ilə olmalıdır. Bəziləri var ki, onlardan sonra to gəlməlidir. Belə izah edeyim sizə. Ümumiyyətlə biz qayda kitabçamızda da var, bəzi feillər var ki, həmin feillərdən sonra mütləq gələn ikinci feil, məsələn enjoy falan, suggest, enjoy bu kimi feillər, bunlardan sonra mütləq ing ilə gəlməlidir isimimiz. Amma bəzi feillər ümumən də to ilə gəlir, D variantı olur. Məsələn, bunu əslində tərcümə ilə necə izah eləyə bilərəm? Yəni çox adam soruşur ki, bunlar yadda qalmır. Feildən sonra ing, hansı feillərdən sonra ing, hansı feillərdən sonra to gəlir birbaşa.
Əgər hərəkətin özünə köklənmiş isə ayıncı olacaq, amma gələcək zamana doğru bir planı, vədi, söz verməsin, söz vermək. O söz verdi, onun dostuna kömək etməyi söz verdi. Gələcəyə doğru bir hərəkətdən danışır, bir plandan danışır, vəddən danışır. Bu zaman to olacaq. Amma məsələn o söz verdi, kömək etməyi dostuna. Burada artıq mənanı deyə bilmirəm, çünki düzgün alınmır. Gələcəyə doğru bir addım, plan olanda, gələcəyə doğru bir yönəlik olanda, məsələn mən dayandım tutaq ki, çörək almaq üçün. I stop to buy. Burada to buy verəcəyik. Mən dayandım çörək almaq üçün. I stop to buy. Mən dayandım çörək almaq artıq burada sonrakı işdir, sonrakı hərəkətdir. Yəni dayandım, sonra çörək aldım. Filan məqsəd üçün dayandım. Gələcəkdə filan işin baş verməsi üçün dayandım. Bu to ilə olacaq. Amma tutaq ki, mən filan işi dayandırmışam. Tutaq ki, mən siqaret çəkməyə dayandırmışam. Burada artıq I stop to smoke yox, I stop smoking olacaq. Burada artıq mən gələcəkdə bir iş eləməyəcəm, artıq eləmişəm. Yəni mən bir hərəkətin dayandığını elan edirəm artıq. I stop smoking. Əslində bu ing və ya to ilə gəlmə qaydası bundan qaynaqlanır. Təbii ki, biz bunu artıq şagirdlərə yeni qayda olduğuna görə bu formada izah edirik ki, bəzi feillər var, onlardan sonra ing gəlir, to gəlir. Burada məsələn tərcümə ilə sizə izah etməyə ətraflı çalışdım ki, yəni siz bunu başa düşəsiniz mahiyyətini. Promise söz verməkdir. Məsələn, söz verməkdən sonra mən o söz verdi onun dostuna kömək etməyi. Burada artıq gələcəyə doğru bir hərəkət olacağına görə kömək etmək D variantı olacaq. 67-də baxırıq ki, 67-də deməli düzgün variantı seçdiyi cümlələr verəndə mübtəda xəbər uzlaşması olur. Bizim mübtədamız burada teacherdir. Explain yox, explains olmalıdır. Mübtəda təkcə xəbərin sonrası olmalıdır. İkincidə söz önüdən əvvəlki isim hər zaman mübtəda olur. Girl, girl tək olduğuna görə is də tək doğrudur. 3-də of-dan əvvəl id ya təkdir, arama cəm olmaz, 3 səhvdir. 4-də habit vərdiş təkdir, helps də xəbərin də sonunda s var təkdir, düzdür, 2-4. Tez izah edirəm, ola bilər nəsə gözümdən, nəzərimdən qaçsın, cavabı da səhv demiş ola bilərəm, ilk dəfə də sınağa baxıram. Ona görə üzr hesab edərsiniz. Əgər elə bir səhv xəta olsa, cavablarda qeyd edərsiniz. Confidence inan deməkdir. İnam, belief də inancdır. In your ability bacarıqva olan inanc, yəni özünə inam deməkdir. Confidence özgüvənlik deməkdir. Generosity əlaçıqlıq, səxavətlilik deməkdir. Əlaçıqlığa nə vermək olar, nə readiness hazır olmaq, verməyə və ya nəyisə verib və ya paylaşmağa hazır olmaq vəziyyəti, yəni səxavətlik, əlaçıqlıq. Deməli 1 oldu B, 2 oldu C, 3 yəqin A olacaq. Evidence sübutdur, informasiya və ya proof da sübutdur. Bəli, 1B, 2C, 3A. 1B, 2C, 3A D variantı. 69-da modal feili istəyir bizdən. Able-ın to'su olmalıdır. Deməli, ondan sonra digər variantlarımız qalır. Afford qarşılaya bilməkdir. İmkanı çatdı almağa yeni maşını. Ona görə də onlar aldılar ikinci. Yeni maşın deməli imkanı çatmayıb. Ona görə də onlar yeni ikinci əl aldılar. Deməli, bir dənə inkarımız zaten D variantı kudundur. 70-də possessive case yəli aldı. Apostrof etsən sonra isim gəlməlidir. Deməli, burada bunu şagirdlər mənə WhatsApp-da atmışdılar. Deməli, bu maraqlı sualdır. Every-dən sonra tək isim gəlməlidir. Woman cəmdir. E hərfi varsa deməli bu cəmdə olmaz. 4-də də 20 20-dir. 20-dən sonra cəm isim gəlməlidir. Yəni S yapışmalıdır, amma minut təkdə gəlib olmaz. Qalır 1-3. 1-3 isə apostrof etsən sonra isim gəlməyib. Niyə doğrudur? Yəli alda belə bir qaydamız var. Yer məkanların yəliyindən sonra apostrof etsən sonra isim gəlməsə də olar. Watchmaker saatsazdır, saat düzəldən. Saat düzəldən bir məkan olduğuna görə saatsaz, yəni dükanı tutaq ki, məkan olduğuna görə apostrof etsən sonra isim gəlməsə də olar. Dry cleaner də quru təmizləmədir. Bu da məkan olduğuna görə adətən bunlar çox düşməyən məkanlardır, ona görə şagirdlər çaşıb, amma bilmək lazım ki, yer məkan apostrof etsən sonra isim gəlməsə də olar. Cavab D. 71 sonuncu qrammatika sualında burada nöqtədən əvvəl gələn feilimiz lookdur. Normalda feildən sonra zərf gəlir, amma saxta feillər dediyimiz bəzi feillər var ki, look, seem, sound, to be, become. Bu feillərdən feel məsələn, bu feillərdən sonra zərf yox, sifət gəlməlidir. Yəni l-ları atırıq. B-də gedir. Qalır AC-yi. Very də adi dərəcə istəyir bizdən. Much müqayisə dərəcəsi istəyir. Özə much serious yox, much more serious olmalıdır. Ümumiyyətlə much müqayisə istəyir, şərtdə very adi toxuşur, yəni düz gəlmir. Y variantı niyə səhvdir? Enough'ın bir qaydası var. Enough'dan sonra sifət yox, enough'dan əvvəl sifət gələr. Yəni bunların yeri dəyişik olmalıdır. Enough serious yox, serious enough. Enough'dan sonra isim gələr, enough'dan əvvəl sifət və ya zərf. Ona görə Y variantı gedir, cavab qalır A variantı. Reading'in video daha qısa olsun deyə hər zaman mən ümumiyyətlə sınaqlarda çalışıram. Qapalı sualları izah eləməyim. Yəni bu hər mətnin özünə görə hökmü var qapalı sualların. Ona görə çox da öyrənəcəyiniz bir şey olmur. Sadəcə tərcümə etmə qabiliyyəti artır. Ona görə açıq sualları izah edəcəm. 76-da issue. Issue feil olaraq çap etməkdir. Amma burada əvvəlində to yoxsa deməli bu isimdir. İsim olaraq məsələ deməkdir. Problem, məsələ. Problem, məsələ ola bilər. Bizim sözlərimizdə də var, söz kitabçamızda. Problem, issue sinonimdir. Problem, məsələ deməkdir. Paragraf 1-dən istəyir. Deməli, paragraf 1-dən deməli,
Aha, baxaq mətni ilk dəfə gördüyümə görə ola bilər tapmaq biraz vaxt aparsın. Üzrlü bilərsiz. Deməli burada nəsə gözüm problem axtarır. Mhm. Global problem. Aha, burada tapdıq problem. Problem issue. Cavab olacaq problem. Deməli 77-yə baxırıq. 77-də definition to ilə başlayıbsa fe'l verəcəksiniz. Article ilə başlayıbsa isim verəcəksiniz və ya isimlə başlayıbsa isim, ing və ed ilə başlayıbsa sifət verəcəksiniz. Yəni hansı nitq hissəsi ilə başlayıbsa o nitq hissəsinə vermək lazımdır. Hərf sahib olmaq oxşar xarici görünüşünə, kimlənsə və ya nəyinsə. Oxşamaqdır da yəqin ki. Resemble, look like, be similar bu fe'lər oxşamaqdır. Bizim söz kitabçamızda da var bunlar. Paragraf 3-dən istəyir. Aha, look like. Bəli, cavab olacaq look like. 78-də solar panels are. Aha, solar panels are. Biraz əvvəl dəstə şagirdlərdən biri bunu göstərdi. Deyəsən, aha, buradadır cümlə. Solar panels are. Deməli, burada, aha, biz devices'dən, yaxınlaşdırın. Devices'dən absorb energy directly from the sun and transform it into... Bura qədər dəyişdirməli. Yəni, bura qədər cümləni kopyalayıb yazacaq və iki sözü dəyişdirərək yazacaq. Deməli, biz burada dəyişə bilərik nə? Devices'i Machines-dan dəyişə bilmərik. Burada solar panellər bir makine deyil. Yəni türklərdə bildiyimiz makine sözünü onların dilindən deyirəm ki, yəni tuta bilək mənaçalarını. Yəni bu bir sistemdir. Panellər bir sistemdir. Bir unitdir. Məsələn, hətta burada unit isə vermiyorlar. Unit yazılan, yəni birləşimdir, sistemdir. Systems yazılan sistem vermiyorlar. Systems. Burada zəti which vermiyorlar. Bilirsiniz ki, cansızdan sonra gələn which zət eynidir. Yəni zət burada çox dərin bir məna fərqi var, amma burada sizdə problem deyil, təbii səslənə bilər. Zəti which ilə vermiyorlar, dairəyə alın. Absorb udmaqdır. Enerjini udur. Buradakı udmaq yemək mənasında olmadığına görə consume it verə bilmərsiniz. Burada udur, yəni qəbul edir. Receive vermiyorlar məsələn. Get receive olar. Energy directly straight var bizim lüğət kitabında. Yəni directly straight birbaşa deməkdir. From desən transform çevirir deyir it onu electricity yəni elektrikə çevirir. Transform çevirir burada dəyişir change bir də turn daha uyğun olar. Turn it into onu çevirir elektrik. Transformda turn-lə vermiyorlar. Bu qədər təşəkkürlər diqqətiniz üçün.